Bugün biz danışırıq morfemika bölməsindən. Morfemika sözün tərkibini öyrənən bir bölmədir. Sözün iki tərkib hissəsi var. Kök və şəkilçi. Kök sözün ayrılıqda işlənə bilən, müəyyən suala cavab verə bilən, müəyyən bir cümlə üzvü olan hissəsinə deyilir. Şəkilçi isə ayrılıqda işlənə bilmir, cümlə üzvü ola bilmir, yalnız və yalnız qrammatik mənası var. İndi gəlin danışaq, kökün işarəsi dilimizdə bu formadadır. Şəkilçinin işarəsi isə şəkilçi iki cür olur. Leksik şəkilçilər və qrammatik şəkilçilər. Leksik şəkilçilərin işarəsi yarım üçbucaqdır, qrammatikin isə yarım dairə şəklindədir. İndi gəlin danışaq, leksik şəkilçilər nəyə deyilir, qrammatik şəkilçilər nəyə deyilir. Leksik şəkilçilər sözə qoşularaq yeni sözlər düzəldən şəkilçilərdir. Qrammatik şəkilçilər isə sadəcə sözün formasını dəyişir. Ona görə də bəzən biz leksik şəkilçilərə söz dəyişdirici şəkilçilər deyilir. Qrammatik şəkilçilərə isə deməli daha doğrusu leksiklərə söz düzəldici, qrammatiklərə isə söz dəyişdirici şəkilçilər deyilir. Leksik şəkilçilərin içərisində həm alınma şəkilçilərimiz var, həm də milli şəkilçilərimiz var. Amma qrammatik şəkilçilərin içərisində isə yalnız milli şəkilçilərimiz var. İndi gəlin danışaq şəkilçilərin variantlılığına. Şəkilçilər bir variantlı, iki variantlı və 4 variantlı olmaqla 3 qrupa bölünürlər. Bir variantlı şəkilçilərimiz yalnız alınma şəkilçilərdir. Keş, xana, ivi, stan, şunas, bunlar bir variantlı şəkilçilərimizdir. İki variantlı şəkilçilərimizin tərkibində AE saitlərimiz istifadə olunur. 4 variantlılarda isə I, U, Ü saitlərindən istifadə olunur. Deməli, 2 və 4 variantlı şəkilçilərimiz isə milli şəkilçilərimizdir daha çox. Leksik şəkilçilərimizin həm 1 variantlı, həm 2 variantlı, 4 variantlı ola bilər leksiklər. Amma qrammatik şəkilçilər isə yalnız 2 və 4 variantlı olurlar. Belə, sonra keçirik, deməli, dilimizə şəkilçilərin qoşulma yerlərinə. Dilimizdə birinci kök, sonra leksik şəkilçi, sonra isə qrammatik şəkilçi işlənir. Əgər leksik şəkilçi yoxdursa, sözə birinci kökü, sonra da daha sonra qrammatik şəkilçisindən istifadə oluna bilər. Amma bəzi leksik şəkilçilərimiz var ki, kökdən qabaq gəlirlər. Və belə şəkilçilərimizə biz deyirik söz önlü şəkilçilər. Na, bi, la, bax bu tipli söz önlü şəkilçilərimiz var. O zaman sxemimiz belə olur. Birinci leksik şəkilçi gəlir, sonra kök, sonra da digər şəkilçilərimizdən istifadə oluna bilər. Bu problem deyil. Məsəl üçün, nadinclik sözünü götürüm. Deməli, nadinclik, burada dinc sözün köküdür. Na leksik şəkilçidir. Lik də ayrıca leksik şəkilçi kimi işlənir. Sonra, şəkilçilərimizin mənşəyin dediyi milli də alınmadır. İndi keçirik sözün başlanğıc formasına. Sözün başlanğıc forması qrammatik şəkilçiyə qədər olan hissəsidir. Əgər sözün kökü, sonra bir leksik şəkilçi, sonra qrammatik şəkilçi gəlirsə, mən həmin sözün başlanğıc formasına leksik şəkilçi və kök daxil edirəm. Yadınızda saxlayın ki, bir məna olaraq başlanğıc formaya qrammatik şəkilçi daxil ola bilməz. Və yaxud da kök gəlib, sonra qrammatik şəkilçi gəlibsə, mən o sözün başlanğıc formasını yalnız və yalnız sözün kökü götürürəm. Məsələn, gəlin nümunələrlə fikrimizi təsdiqləyək. Dəniz, çi. Dəniz sözün köküdür, çi leksik şəkilçidir. Dənizçilər olsun. Lər də qrammatikdir. Mən bunun başlanğıc formasını sizdən istəsəm, deyəcəksiniz dənizçi sözüdür. Və yaxud da deyək ki, dənizlər, bu zaman dəniz sözün kökü olacaq, lər qrammatik şəkilçi olacaq. Və bu sözün başlanğıc forması sadəcə olaraq dəniz sözüdür. Çünki leksik şəkilçi yoxdur. Leksik şəkilçi də olmayanda yalnız sözün kökünü başlanğıc forma kimi götürürük. Amma bəzi şəkilçilərimiz var ki, onlar özündən əvvəl, belə deyək, qrammatik şəkilçi istəyə bilərlər. Dakı, sız, gil, Ç şəkilçiləridir ki, bunlar istisna olaraq özündən əvvəl qrammatik şəkilçi istəyə bilərlər. Məsələn, əmim, gil. Və bu zaman sözün başlanğıc formasına qrammatik şəkilçi daxil ola bilər. Görürsünüz? Əmi sözün köküdür, m mənsubiyyətdir, gil leksik şəkilçidir. Və mən sizdən bunun başlanğıc formasını istəyəndə siz deyə bilərsiniz əmim, gil. Və yaxud da evimizdəki ki, ev sözün köküdür, imiz mənsubiyyətdir, dəki leksik şəkilçidir. Başlanğıc forma
Evimizdəki. Biraz uzun oldu. Evimizdəki formasında olacaq başlanğıc forma. Yadımızda saxlayaq. Yenə təkrar edirəm. Dakı, sız, gil, ki. İstisnadır ki, bu şəkilçilər özündən əvvəl hər hansısa bir qrammatik şəkilçi istədiyinə görə və bu zaman mənsubiyyət şəkilçisi olsun, hal şəkilçisi olsun, başlanğıc formaya daxil ola bilər. Sonra keçirəm deməli nəyə? Sözün quruluşca növlərinə. Sözün quruluşca 3 növ var. Sadə sözlər, mürəkkəb sözlər, daha doğrusu düzəltmə və mürəkkəb sözlər. Sadə sözlər bir kökdən ibarət olur və yaxud da kök və qrammatik, bir neçə qrammatik təbii ki ola bilər, bunun fərqi yoxdur. Bir neçə qrammatik şəkilçilərdən ibarət olur. Düzəltmə sözlər isə kök və leksik şəkilçidən. Yəni tərkibində ən azı olsun, bir dənə də olsa leksik şəkilçi olmalıdır. İstəyir 20 dənə qrammatik olsun, amma tərkibində bir dənə leksik şəkilçi olarsa, o söz düzəltmə söz sayılacaq. Mürəkkəb sözlər isə 2 və ya daha artıq sözün birləşməsindən düzəlir. Mürəkkəb sözlərin isə 3 cür yazılış forması var. Bitişik, defislə və ayrı yazılanlar. Məsələn, kömək etmək ayrı yazılan mürəkkəb sözdür. Defislənənə gec, tez, səhər, axşam, gecə, gündüz. Bitişik yazılanlara isə məsələn, sırağa gün, dəvə dabanı, quş üzümü, bax bu tipli sözləri misal göstərə bilərik sözün quruluşca növlərini. Sonra başqa nəyi danışaq? Sözün quruluşca növündə danışdıq. Sonra danışırıq bir də bir şey. Bitişdirici samitlər bir də. Bəzən uşaqlar sözdə bitişdirici samit varsa, bilmirlər ki, onu bəziləri ayrı şəkilçi kimi götürür, bəziləri isə tamam fərqli götürə bilmir. Bilmir sözü şəkilçi kimi götürsün, yoxsa elə saxlasın sadəcə orada. Yadınızda saxlayın ki, bitişdirici samitdə əgər sözlər varsa həmin sözün tərkibində, onda bitişdirici samit ya özündən əvvəlki şəkilçiyə qoşulub, birlikdə bir başlanğıc artına gelir, ya kökə qoşulur, yaxud da özündən sonraki şəkilçiyə qoşulur. Məsələn, tutalım babanı. Baba sözün köküdür. N bitişdirici samitdir də. Ona görə də mən bunu elə şəkilçi ilə birlikdə N formasına götürə bilərəm. Day onu ayrı şəkilçi kimi götürməyə ehtiyac yoxdur. Sonra bəzi qeydlərim var sizin üçün. Diqqətli olun. Deməli, lan, lən və laş, ləş şəkilçiləri həm la və ş ayrı, la və n ayrı formada, həm də lan bütöv, laş bütöv formada təhlil oluna bilər. Bu zaman nə edə bilərik? Əgər lalədən sonra maqmaq artıra bilirsə və maqmaq artırdıqdan sonra dilimizdə həmin hissə varsa, deməli onda lanı ayrı götürürəm, n-nı ayrı götürürəm. Amma artırandan sonra dilimizdə həmin forma yoxdursa, hissə yoxdursa, söz yoxdursa həmin söz, onda lan bütöv, laş bütöv götürürəm. Məsələn üçün, salamlaşmaq. Salam sözün köküdür. Baxıram, dilimizdə salamlamaq sözü var. Var. Deməli, lanı bir götürürəm, şını bir götürürəm. Maq da məslərin şəkilçisidir. Onsuz da qrammatik şəkilçi sayılır. Sonra, məsələn, amma götürüm vidalaşmaq sözünü. Vidalaşmaq. Vida sözün köküdür. Laş, vidalamaq sözü dilimizdə var. Yoxdur. Ona görə laşı bütöv götürürəm. Maq da bir. Sonra, növbəti qeydimi deyirəm sizin üçün. Dır, ır və ar-ər. Xüsusən də dır şəkilçisi ən çox abituriyentlərimizi çaşdıran. Bunlar həm leksik şəkilçi ola bilər, həm qrammatik şəkilçi ola bilər. Əgər sən bunlardan sonra maqmaq artıra bilirsənsə, leksikdir. Artıra bilmirsənsə, qrammatikdir. Məsəl üçün deyirəm, yazdırıldı. Yazmaq, yazdırmaq, artıra bildim. Il ayrı leksik, d da zamanı. Deməli, burada leksik şəkilçi istifadə olunur. Bir də var, məktəbdir. Məktəb sözün köküdür. Məktəbdirmək var dilimizdə? Yoxdur. Deməli, buradakı dır isə qrammatik şəkilçi kimi çıxış edəcək. Sonra bir də nüansı deyim. Dilimizdə deməli, həm bəzi leksik, bəzi qrammatik şəkilçilər var, sizi qarışdırmasın, çaşmayın. Məsələn, I, I, U şəkilçisi həm leksik şəkilçi kimi görə bilərsiniz, həm də qrammatik. Məsələn, biz I-nı daha çox deyirik mənsubiyyətdir, bir də təsiri hal kimi görürük də. Və bəzi sözlərdə də uşaqlar bunu tez görürlər, deyirlər ki, yox, elə bu qrammatikdir. Xeyr, amma bəzi məqamlarda bu tipli şəkilçini siz leksik şəkilçi kimi də görə bilərsiniz. Məsəl üçün, deyirəm ki,
qızılı rəng. Bir də var, deyirəm onun qızılı məndədir. Qızılı rəng olarsa, burada qızıl sözün köküdür. Leksik şəkilçidir, sifət düzəldən leksik şəkilçidir. Amma onun qızılı məndədir deyirəmsə, buradakı isə mənsub şəkilçisidir. Yəni diqqət edin sözün kökündə görün şəkilçisi bir nitq hissəsinə başqa bir nitq hissəsi düzəldir, yoxsa sadəcə sözün formasını dəyişib. Bax bu məqamlara diqqət yetirin. Bir də dilimizdə qrammatik şəkilçiləri demək istəyirəm. Bunu qeyd edin, götürün. Deməli, qrammatik şəkilçilərimiz isimlərdə cəm, mənsubiyyət, hal və xəbərlikdir. Bunlar qrammatik şəkilçilərdir. Amma bunların bəzilərinin leksik şəkilçi ilə də amonimlikləri var, unutmayın. Feillərdə isə deməli, inkarlıq şəkilçisi, sonra şəkillərin şəkilçisi, feilin təsriflənməyən məsdər, feili sifət və feili bağlamanın şəkilçiləri qrammatik şəkilçilər olur.